Herkese salam dostlar, necəsiz? İlk öncə onu deyim ki, yeni gələnlər kanalıma xoş gəlmisiniz. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əslində bu bazarlığımı 3 gün əvvəl Uşaqlar Bayramında etmişdim, amma paylaşa bilmirdim. Başım qarışıq idi evdə ev işlərlə. Demək qızlar, belə bir balaca şkaf aldım, 60 qəpiyə aldım. Matalkanı 2 manat neçəsə qəpiyə aldım, amma qiyməti dəqiq yadımda deyil. Sonra belə bir salfetkalar aldım. Bunu mənə bacım istəmişdi. Burada 1 manat 82 qəpikdir. Belə salfetka aldım. Sonra belə bir şotka aldım. 2 manata. Salfetka aldım. Evdə bizdə ən çox işlənən şey salfetkadır. Sonra belə bir şüşələri güzgünü silmək üçün salfetka aldım. Bu 4 manat neçə qəpik idisə, qəpiklər hamısı yadımdan çıxıb. Sonra belə bir təmizləyici vasitə aldım. Bu da 2 manat 40 qəpik idi, səhv eləmirəmsə. Belə bir ətirləndirici aldım. 4 manat neçəsə qəpik olmalı idi. Qəpiklər dediyim kimi yadımdan çıxıb. Sonra belə bir maye sabunu aldım. Bu da 3 manat neçəsə qəpiyə idi. Çox qəşəng ətri var. Sonra belə bir maye şampun aldım. Qızlar, bununla həm qab yumaq da olur, paltar yumaq da olur. Bu da 2 manat 20 qəpik idi. Səhv eləmirəmsə 2 dənə götürdüm. Həm də 72% sabunun maye şampunudur, amma ki çox gözəl ətri var. Heç bu sabunun iyi ondan gəlmir. Keçən dəfə paltara bir ləkə düşmüşdü. Bundan bir damcı tökdüm üstünə, yudum. Tərtəmiz oldu. Sonra balaca qızım üçün belə bir kukla aldım. 7 manat idi, səhv eləmirəmsə. Uşaqlar bayramı idi deyənə uşaqlara hədiyyələr aldım. Belə bir su qabı aldım. Bu da 3 manat neçəsə qəpik olmalı idi. Oğluma belə bir kepka aldım, hədiyyə. Altı manat aldım bunu da qızlar. Sonra qızım məndən belə bir sərinlədici istəmişdi. Bunu da 6 manat 80 qəpiyə aldım. Hədiyyə aldım ona uşaqlar gününə, böyük qızım üçün. Bir də bir şey deyim qızlar, bu USB şnuru ilə işləyirdi. Zaretka yığır. Yaxşıdır ki, bateriyası tez-tez ölmür. Zaretka ilə işləyir. Başında isə belə bir yonan var idi. Karandaş yonan, özü isə qələm qabıdır. Sonra isə bacım qızlarına belə bir köynəklər aldım. Bayram hədiyyəsi. Sonra isə qızlar keçdim mətbəxə. Mətbəxdə yemək eləməyə başladım. Evdə hazır keçən dəfə sümüklər var idi deyənə onlardan bulyon eləmişdim. Sümüklərdən bulyon qaynatmışdım. Yığmışdım bankalara ki, sup eləyərəm. Küftə eləyirdim. Dedim qoy ətin suyunda pişsin. Bulyonu tökdüm qazana. O qədər qəşəng dadlı olmuşdu ki, bulyon qızlar sümüyüm çox idi deyənə.
Ona görə bulyon da dadlı çıxmışdı. Bulyonu tökdüm qazana. Biraz da su əlavə elədim üstünə, çünki az idi. Su da əlavə etdim, qoydum qazın üstünə ki, biraz açılsın. Sonra isə qızlar əti qaba tökürəm. Üstünə biraz quyruq əlavə etdim. Biraz da buzluqda soğanım var idi. Onu da suyunu yaxşıca sıxdım. Onu da ətə əlavə elədim. Duzunu, istiotunu, düyüsünü, sarıkökünü, hər şeyini vurandan sonra başladım küftəni yoğurmağa. Mən küftənin ətini biraz çox yoğururam ki, yaxşı tutulsun. Onda çox yoğuranda küftə ümumiyyətlə yumru olur. O yana bu yana əyilmir. Ona görə mən də çoxlu yoğurdum. Mən bir qohumumuzdan öyrənmişəm ki, qızlar küftənin ətini yoğurarkən onu yaxşı-yaxşı yoğurmaq lazımdır ki, saplaqları çıxsın. Ətin saplağı çıxana qədər onu yoğururuq. Onda küftə yaxşı tutulur. Gördüyünüz kimi mən kadrı tezləşdirmişəm deyənə elə bilinir ki, az yoğurmuşam, amma bir xeyli yoğurdum. Hə qızlar, küftələri tutdum, bitirdim. Çıxan qabları da yuyuram ki, təmizlik olsun, tökülüb qalmasın. Sonra uşaqla çatdıra bilmirəm deyənə, ona görə krantın altında çalışıram ki, qab qoymayım. Bu arada qızlar, bulyonum artıq qaynadı. Küftələri bir-bir atıram içinə. Küftələr biraz bişəndən sonra
kartofu soyuram. Əvvəlcə öncə bir baş soğan suyun içinə atıram, çünki mənim oğlum yağ soğan yemir. Ona görə də çox vaxt çalışıram ki, yağ soğan etməyim. Bütöv soğanı atıram, sonra da götürüb tullayıram ki, uşaq görüb soğanı, sonra yeməyi yeməməzlik eləməsin. Hə qızlar, mən biraz kartofu soyana qədər, yuyana qədər, doğrayana qədər küftə də biraz pişdi. Ondan sonra kartofları bir-bir içinə atıram. Hə qızlar, biraz da buzxanada noxudum var idi. Onu da yeməyin içinə atdım. Hə qızlar, artıq yeməyim hazırdır. Özüm üçün yemək tökürəm, çünki acımışdım. Siz də bişirin, yeyin, sizə də nuş olsun. Videomun sonlarıdır artıq. Kanalıma abunə olmağı və like etməyi unutmayın. Kanalıma girib videolarıma baxanlar isə siz də abunə olsanız sevinərəm. Sizi çox sevirəm. Hələlik, sağ olun. Gələn videolarda görüşərik.